hər hansısa bir xidmət və ya hər hansısa bir məhsulla bağlı paylaşım edilirsə influencer tərəfindən, influencer buna görə maddi bir qazanc əldə etmişdisə və ya hər hansısa bir barter idisə və ya bunu rəsmi formada açıqlamalıdır. Yəni öz materialında artıq açıqlamalıdır, göstərməlidir ki, mənə məsələn bu hədiyyə kimi gəldi, mən buna görə sözsüz ödəniş deməyə ehtiyac yoxdur, sadəcə olaraq əməkdaşlıq və ya qanunda göstərilən sözlərdən istifadə etməklə bunu öz izləyici kütlələrinə açıqlaya bilərlər. Bu birincisidir. İkincisi, onlar hazırladıqları materiallarda öz tövsiyə etdikləri xidmət və məhsullara görə artıq məsuliyyət daşıyırlar. Yəni onların keyfiyyətinə görə, onların mənşəyinə görə, bu insanlara hər hansısa bir formada zərər yetirərsə və s. bunlar artıq bütün məsuliyyət influencerlərin üzərinə gəlir. Amma bu məsuliyyət biz deyəndə ki, bu yəni yayılan məlumatlar ki, bu bəd xəbərdir influencerlar üçün, bu influencerlardan başqa həmçinin şirkətlər üçün də bir siqnaldır. Yəni şirkətlər artıq influencerlərlə işləyərkən diqqətli olmalıdırlar ki, influencerlərin verdiyi bütün məlumatlar şişirdilmiş məlumatlar olmamalıdır. Influencer şişirdilmiş məlumat paylaşa bilməz. Yəni ki, tam olaraq bir reklam kanalına çevrilir, media kanalına çevrilir.